Həzrəti Şüeyb peyğəmbərin Musa əleyhissalam gəlib onun xadimi olmağı ki, səhv eləmirəmsə Şeyx Səduq rəhmətullah alayhi iləli şəraidə nəql olunub ki, bu necə ola bilər? Bəzən sual edirlər ki, Həzrəti Musa kimi bir kəlimullah gəldi Şüeybə çobançılıq elədi. O iləli şəraidə bəzi hökmlərin, bəzi şəri məsələləri, o hikmətlərini, açıqlamalarını, ki, illətlərini bəyan edir, orada əcib hədis nəql olunubdur. Buyurur ki, hədisdə var, Şüeyb əleyhissalam ilahi eşqdən, məhəbbətdən, innə Şüeybən bəqa min hubbillah əzzə və cəl, hətta əmiyə. İlahi məhəbbətdən o qədər ağladı, hətta gözləri kör oldu. Fərəddallahu aleyhi bəsərə. Allah ona gözünə yenə şifa verdi. Summa bəqa, yenə də ağladı, hətta əmiyə. Fərəddallahu aleyhi bəsərə. Allah yenə şifa verdi. Summa bəqa, hamısı ilahi məhəbbətdən. Min hubbillahi əzzə və cəl. İlahi məhəbbətdən ağladı, gözləri yenə kör oldu. 3-cü dəfə. Allah Teala yenə fərəddallahu aleyhi bəsərə. Allah yenə onun gözünü qaytardı. 4-cü dəfə yenə ağladı Həzrəti Şüeyb. Yəni bu içərdən bu ilahi hub, bunun qarşısını almaq mümkün deyil. O içərdən gəldisə, bu cür deyil. Bayaq deyirdim ki, kimsə gələ insanı moizə eləyə, kimsə bunu ki, məsələn, dünyaya bu qədər valutu olma falan bu cürlə qəlbini məşğul eləməz. Yox, insan fitrətən uçur, pərvaz eləyir. Ruh gedir, həqiqi yolunu tapır. Allah Teala 4-cü dəfə Həzrəti Şüeybə deyir, buyurur ki, ya Şüeyb, nə üçün bu qədər yəni ağlayırsan? Səbəbi nədir? Əgər bu cəhənnəm odundan qorxmaqdansa səni pənah verdim. Əgər bu deyir, cəhənnəm ateşindən qorxudansa sənə cəhənnəm odundan pənah vermişəm. Əgər behişt üçündürsə, şovqan ilə cənnə, əgər cənnətə şövqdəndirsə, sənə hədiyyə eləmişəm behişti. Həzrəti Şüeyb əleyhissalam buyurur ki, xeyr ilahi, sən özün yaxşı bilirsən ki, mən nə cəhənnəm qorxusundan ağlayıram, nə behiştə tamam elib ağlayıram. Fəqət buyurur ki, lakin uqidə hubbukə alə qəlbi. Məhəbbətin qəlbimə elə düyünlənib ki, buyurur ki, dözə bilmirəm, səbr eləyə bilmirəm. Gərək mən ağlayam, eşq mən ağlayam. Ya da ki, deyir, səni gərək görəm. Orada Allah Teala buyurur ki, bu məhəbbətdən danışdıq, axırı yadıma düşdü. Allah Teala buyurur ki, əgər bu cürdürsə, onda mən də tezliklə öz kəlimimi sənə xadim qərar verəcəm. Və cərəyan Həzrəti Musa əleyhissalam çox əcibdir. Səuxtumikə kəlimi Musa ibn İmran. Çox əcibdir. Burada bir cərəyanlar var. Həzrəti Musa əleyhissalam da bilirsiniz o Qibtini vurub öldürmüşdü, qaçmışdı. O yorğun gəldi, o Mədiyən qövmündə istirahət elədi. Bir yerdə bir dincəlirdi. Ac-susuz, yorğun, uzun yolu qaçıbdı ki, bunu Firon adamları dalınca düşüb öldürməsinlər. Orada da görür ki, kişilər öz qoyunlarını sulayırlar xülasə. 2 nəfər xanım həya eləyir, yaxınlaşmır, aralıda gözləyir. Onlardan soruşur, işiniz nədir? Onlar da deyir ki, bəs atamız qoca kişidir bu cür. Gözləyirik ki, bunlar sulayıb qutarsın. Ondan sonra Həzrəti Musa əleyhissalam orada onlara Musa əleyhissalamın da bütün bu işləri hamısı məhəbbət əsasındaydı. Allahın rububiyyətinə diqqət eləyin, Allahın rububiyyətinə. Orada Həzrəti Şüeybə o cür nə deyir? Burada da Həzrəti Musa əleyhissalam bunun da işi gərək ilahi məhəbbət əsasında olsun. Bu da onlara kömək eləyir, o Həzrəti Şüeyb peyğəmbərin qızlarına kömək eləyir, onlara quyudan su çıxardır verir. Xülasə gəlir o kölgədə burada ilahi ixlas və məhəbbət əsasında. Heç baxmayaraq ki, o cürünə yorğun, o cürünə ac-susuz, evsiz, eşsiz gəlib bir başqa məntəqəyə, o xanımlardan o kömək eləməyinin müqabilində heç nə istəmədi. O Quran deyir də. Heç bir şey, fəqət kölgəyə gəldisən,
Fəqət Allahdan istəyir. Rabbim limə ənzəltə ilə min xeyrin fəqir. İlahi, səndən nasıl olan hər bir xeyrə mən möhtacam. O cürdə möhtac içində idi. Yeri gəlsə onlara məsələn kömək elədi, bir yeməyə bir şey istəyərdi, bir pənah istəyərdi, bir kömək, amma heç nə. Bütün bu illətlər hamısı səbəb oldu. Həzrəti Musa əleyhissalam həm nicat tapdı, həm də Şuayb əleyhissalam üçün belə bir Allahın vəlisi, peyğəmbəri getdi onun xadimi oldu.